Salam hörmətli şagirdlər, bugün sınaq 5-in izahına baxacağıq. Birinci sualda düzgün tək isim sırasını istəyir bizdən. B variantında children plural cəm isimdir. Children'ın tək forması, yəni singular forması child olmalıdır. C variantında cəm ismi çıxaq closes cəm isimdir. D variantında lives sözündə sözü cəmdədir, onu çıxırıq. Onun tək forması live olmalı idi, burada da yazdığım kimi. E variantında isə deməli ox'un cəmdədir, onu çıxırıq. Tək forması ox'dur. Düzgün cavabımız A variantı. Address, athletics və chocolate sözləri təkdədir. Athletics sı artırılsa da o idman bildirən söz olduğu üçün, idman adı olduğu üçün o tək isimdir. Daha sonra keçirik ikinci suala. Singular noun, yenə tək isim, yenə cəm isimləri çıxmalıyıq. A variantında policeman cəm isimdir, çıxırıq. C variantında oxen cəm isimdir, çıxırıq. D variantında police cəm isimdir, çıxırıq. Woman cəm isimdir, çıxırıq. Düzgün cavabımız B bəndi olacaq. Üçüncü sualda singular yenə tək isimdir, cəm isimləri çıxmaq lazımdır. Trousers sözünün tək forması yoxdur. B variantı tea sözü cəmdədir, D variantı postman cəmdədir. E variantı isə tea'sin sözünün tək forması two'sdur. E variantında cattle cəmdədir. Deməli, düzgün cavabımız olur C variantı. Dördüncü sualda singular noun tək isim, cəm isimləri çıxaq. Women cəmdir. Scissors heç vaxt tək olmur. Yəni bu isim cəmdədir. İkili isimdir. Yəni scissors qayçının iki hissəsi var. Hansı sözlərdir scissorsdan başqa? Glasses eynək sözü, trousers bayaq gördük testdə o sözlərdir. Həmişə cəmdə olur. C variantı shelves cəmdir. D variantında poultry cəmdir. Yəni hansı isimlərdir ki, özü cəmlik bilir. Yəni toplu isimdir. Poultry, ev quşları, cattle, malqarı, gentry, ruhanilər. Bu sözlərdir ki, həmişə cəmdə olur. Deməli, bir də good sözü, mal əmtər sözüdür ki, həmişə cəmdə olur. E variantında isə hər üç isim tək isimdir. 5-ci sualda tək isim, yenə burada da cəm ismi çıxırıq. Giz sözü nə çıxırıq? Onun tək forması quz olardı. B variantı scales tərəzi, bunu da çıxırıq. C variantı good sözünü çıxırıq. E variantı police sözünü çıxırıq. Bunlar yəni cəm isimlərdir. Lakin D variantında physics sı artırılsa da bu fənn adı olduğu üçün cəmdə deyil, təkdir. Tools, politeness, hər ikisi, hər üç söz tək isimdir. Plural, indi burada tək isimləri çıxmalıyıq. Mouse sözü təkdir, mathematics sözü təkdədir, progress sözü təkdədir. E variantında phonetics, fonetika sözü fənn adı olduğu üçün təkdədir. D variantında hər üç isim cəmdədir. Question'dan questions. Mice sözünün tək forması necə olur? Deməli, mice sözü mouse şəklində, tək forması mouse, mice isə cəmdə işlənir. Həmin sözlərə uyğun olaraq nümunə deyim. Love sözü lies olur. Laos sözü lies şəklində cəmlənir. Deməli, düzgün cavabımız olur D variantı. 7-ci sualda cəm isimlər təkləri çıxırıq, tək isimləri çıxırıq. Sadness tək isimdir. Mathematics fənn adı tək isimdir. Permission cəmdə deyil. Economics fənn adı da təkdir. E variantı isə hər üç isim cəmdədir. Biz bilirik ki, bəzi sözlər var ki, məsəl üçün, sonu o ilə bitəndə ona e-sı artırılmır. Photo, yəni bu təkcə sı şəkilçisi artırmaqla cəmlənir. Photo, radio, zoo,
sözlər necə cəmlənir? Photos, radios, zoos. Lakin onunla bitən bəzi sözlər var ki, onlar es şəklində, bu şəkildə artırmaqla cəmlənir. Tomato, tomatoes, potato, potatoes şəklində cəmlənir. Potatoes şəklində cəmlənir. Daha sonra keçək tapşırıqları. Yenə 8-ci sualda deməli, plural noun, cəm isim istənilir bizdən, tək isimləri çıxırıq. Woman sözü təkdədir, onu çıxırıq. Daha sonra B variantında economic sözü təkdədir, çıxırıq. D variantında news sözü təkdədir, çıxılır. E variantında success, uğur təkdədir, çıxılır. C variantı doğru variantdır. 9-cu sualda yenə cəm isim, tək isimlərə çıxırıq. Grass, ot sözü çıxılır, tək isimdir. Phonetics, fonetika, fənn adı çıxılır. C variantı permission təkdir. Billiards, oyun adı da təkdə olur. Düzgün cavabımız isə olur D variantı. 10-cu sualda cəm isimlər istənilir bizdən. Tək isimləri çıxırıq. Tidiness çıxılır. Gymnastics, gimnastika oyun adı olduğu üçün, idman adı olduğu üçün təkdədir. News təkdədir. D variantında information təkdədir. E variantında isə hər üç isim cəmdir. 11-ci sual, tək isimlər istənilir bizdən. Yəni cəmləri çıxmaq lazımdır. Trousers cəmdə, oxen cəmdə, poultry cəmdədir. Lakin actress, aktrisa, goose, keçi, phonetics fənn adıdır, təkdədir. 3, 4, 5 düzgün cavabımız C variantı. Daha sonra kökündən dəyişən isimlər var ki, mən olur, men, woman olur, woman. Daha sonra polis sözü necə cəmdədir, lakin onu necə tək formada sizcə yazarıq? Polis, mən sözü. Policeman deyəndə bu artıq tək isim olur. Policewoman deyəndə bu artıq tək isim olur. Məsələn, polis cəmdə olduğu üçün biz ona E artikli yaza bilmərik. Lakin policeman deyəndə biz ora E artiklini yazırıq. E policeman. Daha sonra neçənci tapşırıqda qaldıq? 12-ci sualda qaldıq. Daha sonra, burada tək isimlər bizə lazımdır. Woman, advice, 2, 4, 5, address. Düzgün cavabımız D variantı. 13-cü sualda cəm isimlər istənilir. People sözü, person'dan people, person sözü təkdədir, yəni singulardır. Onun cəm forması, plural forması isə olur people. A person, a people deyə bilmərik. People'ın xalq, insanlar və xalq mənası da var. Daha sonra 14-cü sualda plural noun hansılardır? 2, 3 və 4. 15-ci sualda 15-ci suala gəlincə, burada cəm isimlər istənilir bizdən. Cəm isimləri seçirik. Trees sözü, tree'dən trees, s artırılır. Biz bilirik cəm isimlərə s artırılır. Ediyor təkdədir, çünki E artiklı var. Grandparents, stories və kids, bunlar düzgün cəmdədir. News sözü cəmdə deyil, təkdədir. Statistics, mathematics, bunlar fənn adı olduğu üçün statistika, riyaziyyat fənn adı təkdədir. 6-cı sualda